Bölgədə gedən prosesləri Milli Məclisin üzvü ilə müzakirə edəcəyik. Bəhruz Məhərrəmov studiyamızdadır. Bəhruz bəy, xoş gəlmişsiniz, salamlayıram sizi. Əvvəlcə Kərki kəndi ilə bağlı bir iddia var. Onu gəlin müzakirə edək. Çünki Ermənistan mediasında, Ermənistan ictimaiyyətində bu son dövrlər daha çox müzakirə edilməyə başlayıb. Ehtimallara görə referendumdan sonra Ermənistan hökuməti bu kəndi Azərbaycana qaytaracaq, amma bu istiqamətdə onlara, yəni mövcud hökumətə təzyiqlər də mövcuddur. Deyirlər, başkəndi versinlər, Kərkini verək. Sanki belə bir fikir formalaşdırmağa çalışırlar. Nə baş verir hazırda Ermənistanda, xüsusən də Azərbaycana qaytarılmalı olan ərazilərlə bağlı? Təşəkkür edirəm. Əslində, Erməni nəşrinin yaydığı bu məlumatlar bizi təəccübləndirmədi və proseslər Ermənistanda artıq bir neçə müddətdir davam edən elə qanuna uyğun şəkildə, proseslərə qanuna uyğun şəkildə davam edir. Bilirsiniz ki, Erməni cəmiyyətində hələ də revanşist ab-hava davam edir. Məsələn, xatırlayaq, yaxın dövr ərzində Qazaxın 4 kənd Azərbaycana, Cənab İlham Əliyevin yaratdığı yeni geosiyasi konfigurasiyanın nəticəsində Ermənistan qaytarmağa məcbur olduqdan sonra Erməni cəmiyyətində bir ayaqlanma baş verdi. Xüsusən Erməni kilsəsi prosesdə aktiv rol oynadı. Qonşu dövlətlərin biri bu prosesdə xüsusilə aktiv rol almağa çalışdı, həmin keşişi dəstəkləməklə. Yəni, indiki məqamda təbii ki, Ermənistan rəhbərliyi artıq bəyan edib ki, beynəlxalq hüquqla tanınan müvafiq sərhədlərə qarşılıqlı əvvəlki dövrlərdə qəbul edilmiş, məsələn, Almatı bəyannaməsinə uyğun şəkildə o şərti sərhədləri bu istiqamətdə dəqiqləşdirmə istiqamətində iradə ortaya qoymaq istəyir və Qazaxın 4 kəndinin qaytarılması prosesində biz bu istiqamətdə real irəliləyişin mümkünlüyünə şahidlik etdik və bugün biz eyni zamanda ona da inanırıq ki, təbii ki, o qalan digər kəndlər, həmçinin Kərki kəndinin qaytarılması sadəcə zaman məsələsidir. Burada daha vacib olan məsələ Ermənistanın konstitusiyasındakı dəyişikliklərdir. Azərbaycana qarşı ərazi iddialarının o hüquqi əsasının aradan qalxmasıdır. Belə olan təqdirdə bizim artıq delimitasiya, hətta demarkasiya təcrübəmiz var və bu istiqamətdə real addımların atılması gözləniləndir. Bir də nəzərə alaq, bir var ölkələrin özlərinin birbaşa sərhədlərində, sərhədləri ilə bitişik ərazilərin qaytarılması və digər tərəfdən başqa bir variant isə anklavların qaytarılmasıdır ki, iki ərazi arasında başqa bir dövlətin ərazisi yerləşir. Yəni, Ermənistanın bugün beynəlxalq hüquqla tanınan ərazisinin içində anklav formasında olan ərazilərin qaytarılması, bəli, qaytarılma fiziki olaraq çətin məsələ deyil. Baxmayaraq ki, əvvəlki dövrlərdə bu barədə biz danışmağa dəyməzdi. Ermənistan bu istiqaməti kifayət qədər aqressiv davranırdı. Hətta Azərbaycanın işğal altında olan ərazilərini belə dərsliklərdə öz xəritələrinə salmışlar. Amma Azərbaycanın böyük hərbi, siyasi və ardınca diplomatik qələbələrinin ardınca Ermənistanın başqa yolu yoxdur. Amma biz başqa texniki məsələləri həll etməliyik. Əsas ərazi ilə anklavlar arasında gediş-gəlişin təmin olunması bu artıq müzakirələrin mövzusudur və eyni zamanda biz başqa bir ölkənin ərazisindən keçib getsək də öz ərazimizə təbii ki, hansısa gömrük prosedurlarından, sərhəd prosedurlarından keçməli deyilik. Azərbaycanın bir kəndindən digər kəndinə keçid, məsələn, Şamaxının bir kəndindən digər kəndinə keçid necə olacaqsa elə də olmalıdır. Bunlar üçün isə təbii ki, müəyyən mərhələ lazımdır, müəyyən danışıqlar lazımdır, müddət lazımdır. İndiki məqamda biz bir daha deyirik, həmin ərazilərin, o cümlədən Kərkinin ən qısa zamanda Azərbaycana qaytarılması ilə bağlı proseslərin perspektivinə şübhə etmirik. Əsas məsələ Ermənistan konstitusiyasındakı müvafiq dəyişikliklərin aparılmasıdır. Düzdür, Ermənistan tərəfi hələ ki, müstəqillik haqqında akta istinadən dəyişiklikləri müzakirəyə çıxarmayıb. Ermənistan rəhbərliyi bu barədə danışmaqdan çəkinir və bu yalnız onunla əsaslandırıla bilər ki, hökumət daxili auditoriya qarşısına bu kimi bəyanatlarla çıxmaq istəmir. İstənilən halda konstitusiya islahatlarına gedirlərsə, çox güman ki, böyük inam var ki, Ermənistan məhz Azərbaycana qarşı ərazi iddialarını da oradan çıxaracaq. Bu olduqdan sonra Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması qarşısında hər hansı əngəl qalmır. Sülh şəraitində yaşayan dövlətlər isə istənilən məsələni sülh yolu ilə həll edə bilər və nəzərə alaq ki, sərhədlərin delimitasiya demarkasiyası məsələsi 3-5 günün məsələsi deyil. Bizim Rusiya ilə də kifayət qədər gözəl əlaqələrimiz var, Gürcüstanla da kifayət qədər mükəmməl əlaqələr qura bilmişik, beynəlxalq bazara vahid çıxış bizi
daha çox getdikcə birləşdirir, amma belə bir məqamda biz nə Gürcüstanla, nə Rusiya ilə sərhədlərimizi tam şəkildə delimitasiya, demarkasiya edə bilməmişik. O ki qaldı 30 il real düşmənçilik gördüyümüz açıq müharibəyə məruz qaldığımız bir ölkə ilə. Ona görə də zaman məsələsidir, amma istənilən halda əsas hədəf bugün Ermənistan konstitusiyasının dəyişməsidir və digər tərəfdən Ermənistanda vacib olan məqam həm də ondan ibarətdir ki, Ermənistan siyasiləri, Ermənistanın güc strukturlarından tutmuş siyasi strukturlara qədər hər kəsə əmindir ki, hər kəsə bəllidir ki, Cənab İlham Əliyev Ermənistanda Azərbaycanın bir qarış da olsa torpağını hansı yolla olsun qoymayacaq. Əlbəttə, hələ də faktiki olaraq real sülhün şahidi oluruq. Ən azı tərəflər bu mesajları verirlər. Məsələn, Prezident İlham Əliyev Naxçıvanda səfərdə olarkən Azərbaycan televiziyasına müsahibə verdi və orada da Zəngəzur dəhlizinin reallaşması ilə bağlı, reallaşacağı ilə bağlı bir sıra təxminlərini irəli sürdü. Həmçinin Azərbaycanın öhdəliyinə düşən işləri bir çoxu görülüb və bir çoxu da görülmək üzrədir və vaxtında yekunlaşacağı ilə bağlı müəyyən anonsları da səsləndirmiş oldu. Yeri gəlmişkən, Naxçıvanda deyilən fikirlər, Azərbaycan-Ermənistan münasibətləri və Zəngəzur dəhlizinin reallaşması istiqamətində hansı təsviri formalaşdırır gözümüz qarşısında? Çox vacib fikirlər səsləndi və ən əsası çox vacib bir mənzələ formalaşdırdı Cənab Prezident. Göstərdi ki, Azərbaycan qalib tərəfdir, bəli, bu öz yerində. Eyni zamanda biz sülh arzuluyuruq, amma Azərbaycan həm də boşuna sülh eyfariyasında deyil. Yəni, qalib tərəf olaraq statusunu da, gücünü də, imkanlarını da bilir. Keçmişdə nə olub, bu tarixi də unutmur və gələcək üçün isə təbii ki, sülhə açıqdır. Və biz pərakəndə ümumi ifadələr əsaslanan sülhlə məhdudlaşmaq niyyətində deyilik. Azərbaycan və Ermənistan arasındakı sülh real əməkdaşlığa, real fəaliyyətə və real niyyətlərə əsaslanmalıdır. Necə ki, Azərbaycan artıq həmin niyyətləri ortaya qoyub, dövlət başçımızın da dediyi kimi, artıq Azərbaycanla Ermənistan arasında müəyyən ticarət əlaqələri var. Artıq Ermənistan özü başa düşür ki, dalan dövlət statusundan yalnız Azərbaycan vasitəsilə, Azərbaycanın müəllifi olduğu transmilli layihələr vasitəsilə çıxa bilər. Bu mənada Naxçıvandan verilən bəyanatlar həm də Ermənistanın sonrakı dövr ərzində, xüsusən bu bölgənin nəqliyyat xabına çevrilməsi istiqamətində Ermənistanın ala biləcəyi rol üçün bir yol xəritəsi oldu. Həmçinin bizim sülhə baxışımızla bağlı bir daha dünyaya bəyan etdiyimiz yol xəritəsi oldu və Ermənistan mətbuatının, o cümlədən bölgə mətbuatının Cənab Prezidentin bu müsahibəsinə xüsusi diqqət ayırması əslində dövlət başçımızın elə hədəfi çox dəqiqliklə vurduğunu deməyə əsas verir. Biz fürsət düşmüşkən Rusiya-Ermənistan münasibətləri barədə də danışaq. Çünki Rusiya ilə Ermənistan arasında vəziyyət gərginləşdikcə, Rusiya müəyyən məhsulların idxalına qadağa qoyduqca Ermənistan tərəfi Avropa İttifaqı istiqamətində biraz da aktivləşir. Yeni bir məlumat var. Deməli, Ermənistan hökuməti kənd təsərrüfatı məhsullarını Avropa İttifaqı, Böyük Britaniya və Kanada bazarlarına ixrac edən sahibkarlara təxminən 15 milyon dollar məbləğində subsidiyanın verilməsi layihəsini artıq təsdiqləyib. Bu söz-söhbət deyil, təsdiqlənmədir. Və Ermənistanın İqtisadiyyat Nazirinin müavini Xacoyan bu barədə danışıb. Vəsait ixracatçıların iyul ayında ölkədən çıxardıqları məhsullara çəkdikləri xərclərin kompensasiyasına yönələcək kimi bir açıqlama var. Biz sözün açığı gözləyirik ki, biz deyəndə ümumi təhlillər bunu deməyə əsas verirdi ki, Ermənistan məhsullarının qərbə ixracı ilə bağlı müəyyən standartlar baxımından əziyyət çəkə bilər. Amma görünən odur ki, həvəsləndirmək üçün Ermənistan hökuməti konkret addımlar atır. Burada mən bir dəqiqləşdirmə aparmaq istəyirəm, ümumi məzmun baxımından ki, əslində bu addımlar atan Ermənistandır. Yəni, nə Kanada, nə Avropa Birliyi Ermənistan üçün xüsusi real güzəştlər paketi ortaya qoymuyor. Və Avropa bazarı da, Kanada bazarı da Ermənistan üçün heç vaxt Rusiya bazarı olmayacaq. Bu reallıqları da başa düşməliyik. Eyni zamanda Avropa bazarına Ermənistan özü də tam mənada hazır deyil. Bu reallıqlar da var. Amma istənilən halda görünən odur ki, Rusiya Ermənistan üçün də başqa çıxış yolu qoymur. Ermənistan özü də Rusiyadan mümkün qədər ən qısa müddətdə o əlaqələrini çox səliqəli formada qoparmağa niyyətlidir. Məsələn,
eyni zamanda Rusiya özü də digər təzyiq rişaqlarını artıq bilirsiniz rişə salıb, xüsusən Ermənistanda miqrasiya ilə bağlı xəbərdarlıqların edilməsi, oradakı hazırda vətəndaşlığı olmadan yaşayan ermənilərin deportasiyası ilə bağlı müvafiq Rus nəşrlərinin hədələri, bunlar hamısı kifayət qədər ciddi, soyuq bir müharibə dönəminin başlandığını deməyə əsas verir. İndiki halda təbii ki, Ermənistan Avropaya doğru istiqamətlənməsini bu sürətləndirəcək, amma heç bir eyfariyada düşmək lazım deyil ki, Ermənistanın Avropa İttifaqı ilə birbaşa quru sərhədləri olmadığı üçün bir reallıq var, real təcrübə var. Hansısa formada Ermənistanın Avropa İttifaqının tam hüquqlu üzvü olması və tam mənada vizasız gediş-gəliş, bunlar hələ indiki məqamda hədsiz dərəcədə düşünülməsi belə tez olan məqamlardır. İndiki halda çox təəssüflər olsun ki, Cənubi Qafqaz növbəti soyuq müharibəyə qapı açıb və bu əlbəttə ki, bölgə üçün müsbət bir şey vəd etmir, amma reallıq həm də ondan ibarətdir ki, Ermənistanın özünün günah ucbatından baş verən proseslərdir. Vaxtı ilə Cənab İlham Əliyev də xəbərdarlıq etmişdi ki, iki stulda oturmağa çalışmaq bu hansısa ölkəyə yaxşı işinə vəd edə bilməz. Aydındır, Rusiya tərəfinin açıqlamaları, siz də bəzilərini vurğuladınız, Ermənistan vətəndaşlarının deportasiyası, hava əlaqələrinin kəsilməsi, müəyyən təzyiq vasitələrini diqqətə çatdırdılar, amma bir tərəfdən də Rusiya özü müharibənin içindədir hazırda Ukrayna ilə və belə olan məqamda Ermənistanla münasibətləri korlamaq, hava əlaqəsini kəsmək, nə bilim, ixracı dayandırmaq Rusiyanın özünə sərf edirmi? Yoxsa alternativləri var bunlardan başqa təzyiq göstərmək üçün? Bir reallıq var ki, Rusiya kifayət qədər güclüdür. Yəni, ən azı Ermənistana münasibətdə, davranışlarda kifayət qədər güc və imkan nümayiş etdirə bilər. Amma digər tərəfdən də Rusiya-Ukrayna münaqişəsindən danışırıq. Nəzərə alaq ki, bu Rusiya-Ukrayna münaqişəsi yox, qütblər arası münaqişədir. Az qala dünyanın yarısı ilə Rusiyanın müharibəsidir. Təbii ki, Rusiya ciddi enerji, ciddi potensial xərcləyir və Cənubi Qafqazda da əvvəlki potensialı ilə davrana bilmir. Bütün bunlardan fürsət kimi istifadə edənlər var və Cənubi Qafqazda əlbəttə ki, 3 ölkə var, üçündən də ayrı-ayrı dairələr Qərb həmişə Rusiyaya qarşı istifadə etmək istəyib. Amma Azərbaycanın müstəqil xarici siyasət kursunun olması bizi bu prosesdə müstəqil tərəf kimi kənarda dayanmağa, müşahidə kimi baxmağa, hətta proseslərə bəzi hallarda qlobal mənzərə açan proseslərə yön verməyə bizə imkan verir. Cənab İlham Əliyev Azərbaycanı artıq bölgənin diktə edici gücünə çevirdiyi üçün bizimlə bu cür davrana bilmirlər. Amma Ermənistanın birbaşa ayrı-ayrı dövlətlərdən asıllıq fonunda bir dövlətçilik ənənəsi formalaşdırması, buna nə demək mümkündürsə, Ermənistanı bugün məhz çətin bir girdaba salıb. Amma bir daha deyirik, bu elə bir məqamdadır ki, Ermənistan baxmalıdır ki, yenidən çox çətin bir dalana düşür. Əgər Rusiya miqrasiya ilə bağlı təzyiq göstərirsə, hava əlaqələri ilə bağlı ciddi təhdidlər səslənirsə, dəmir yollarla bağlı ciddi təhdidlər səslənirsə, Ermənistan konstitusiyon dəyişiklikləri tezləşdirib, qonşularla münasibətləri bir an öncə müsbət mənada bərpa etməlidir. O iddialarından, uydurma iddialarından əl çəkib Paşinyanın seçki qabağı təşviqatındakı real Ermənistan üzərində köklənərək gələcəyə baxmalıdır. Bu arada bəzi ekspertlər düşünürlər ki, Rusiyanın bu təzyiqi yaxın gələcəkdə reallaşacaq TRIP layihəsindən bir pay götürməkdir. Rusiyanın Amerikanın da olduğu bir şəraitdə pay götürmə ehtimalı nə dərəcədə güclüdür? Əslində, dövlət başımız da istinad etdi Naxçıvanda müsahibəsində 10 noyabr bəyanatına. 10 noyabr bəyanatında hər kəsdən çox Rusiyanın bu prosesdə aparıcı rol oynamaq şansı var idi. Yəni, Zəngəzur dəhlizi açılsın, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə bərpa olunsun, əlaqələr hətta bərpa olunsun. Belə olan təqdirdə Rusiya ötən dövr ərzində təqribən 5 ildən çox bir dövrdə prosesi ancaq susqunluqla davam etdirdisə, hansısa mənada bu prosesə mane oldusa və yaxud İranla bağlı münasibətləri tənzimləyə bilmədisə, bu Rusiyanın özünün günahıdır, Rusiyanın özünün laqeydliyi və yaxud Rusiyanın özünün səhv hesablamasıdır bölgəyə münasibətdə. Bu mənada təbii ki, Azərbaycan yalnız bir dövlətin iradəsindən asılı olaraq inkişafın, iqtisadi inkişafın, ticari əlaqələrin inkişafının qarşısında sadəcə susqunluqla dayana bilməz. Ona görə də bizim həmişə B, C çoxsaylı variantlarımız, planlarımız var, alternativlərimiz var və biz bugün TRIP layihəsi hər hansı formada Rusiyanın maraqlarına qarşı yönəlməyib. Bugün əgər həmin layihədən
Pekindən ta Londona qədər dünya dövlətləri faydalanırsa, Rusiyanın da bu prosesdə faydalanan tərəf kimi, bizim milli maraqlarımızı rəhbər tutmaqla təbii ki, faydalanan tərəf kimi çıxış etməsi, yükləri orayla daşımasını biz ancaq alqışlaya bilərik.